Onsuz da bu zərər çəkmişlərin hamısı Mikhail Rusan'la hamı tanıyır, yanıqlıdır. Polkon leytanı süründürürdü, süpürtdürürdü həyatı. Hamı da bu şahiddə, bu bölümdə bu sizə. Pirməmmədoğlu, süpürdür, mayordur, süpür. Bu Mikhail Rusan. Mən şəxsən Tərtər məhkəməsində, bu leytan Mikhail Rusan. Tərtər məhkəməsində mən bundan şikayət eləmişdim. Bu Mikhail Rusan'dan. Mənə Babək Səmirli Görbagör çağırtırdı otağına ki, Hikmət Həsənov səndən narazıdır, çağır gör nə məsələdir. Çağırdım, dedim ki, cənab olanım demişəm mən burada. Fakt görmüşəm, gözüm asılmışdı. Mikhail Rusan görmüşəm mən ki, bu adam məni döyüb, işgəncə verən Mikhail Rusan olub. Hələ mənə dedi ki, Qəmbərov, sənin Marukşamında az oldu. Köhnə hərbi hissəyə getmişdi, 7-8 çevirin hərbi hissəsinə. Mənə orada dedi ki, dedim, mən sizdən çox tanış oldum, mərat olma. Tərtər məhkəməsindən o vaxtdan yanılıdır. Sadəcə indi burada, bugün iş məhkəməlidir də, növbəti məhkəmədə yerisinə gəlib, mən layiqincə onun sözünü dedim. Hakim imkan verirsə, zərər çəkmişlər. Hakim imkan verirsə, bəli. Hər kəs bəli. Mən şəxsən o Mikhail Rusan'la şikayətçiyəm. Nəinki mən. Bütün o 500 nəfərdən çox olmuş zərər çəkmiş şəxslər hamısı Mikhail Rusan'la şikayətçidir. Digərlərini belə deyə bilmərəm, yalan deyirəm. Çox sağ olun. Buyur Müşfiq bəy, Bir də ki, müəyyən şəxslərin adları çəkilir burada. İstintaq vaxtı nə efirlərdə, nə də şeydə çəkilməmiş şəxslərdir. Mən bu Üsal Ələsəvgülün məhkəməsində bəzi şey çəkənmədim mən bayaqki birinci şeydə. Orada Mayor Bişov deyirlər, Mayor İsmailov Eldəniz deyirlər. Bunlar şəxsən işgəncələrə, orada onların üstündə düşürmüş, orada rəhbərlik eləyiblər. Təbin Zampaliti Məmmədov Gündüz. Bunlar o işgəncələrə həmən səsdə, indi o həmən bəlkə də uşaqlardan yoxdur burada. Həmən şeyə başçılıq eləyiblər. Bilirsiniz ki, burada onlar o vəsadətlərə mən də təmin olunmasını istədik. Orada biraz mübahisə yarandı məhkəmə ilə ki, çünki biz çıxdıq tələb elədik ki, Gizir Əliyev Elçinin, Gizir Qəhrəmanov Cabirin vəsadətləri təmin edilsin. Ona görə ki, onlar da birinci o şeydə medianın gəlməsini, ikinci də ki, Əliyev Elçinin hal-hazırda vəsadətində var idi ki, yüksək rütbəli şəxsləri, hətta qospitalın həkimlərinin, qospitalda onlar işgəncə verilməyə məcbur ediliblər ki, bizlərə işgəncə veriblər. Necə ki, mən deyirdim ki, qospitalda mənə işgəncə verilib və digərlər deyirdi, həmən yerdə işgəncə verilməyini, qospitalların, Bakı Mərkəzi Hərbi Hospitalının rəisinin istintaqa cəlb olunmasını, onların vəsat komandirlərinin, əks kəşfiyyatın rəisinin, bunların hamısının gəlib orada şahid qismində dindirilməsini, təmin edilməsini, bir də Qəhrəmanov Cabir şəxsən Hikmət Həsənovun orada gəlib dindirilməsini, çünki Hikmət Həsənov bizə əmr verməsəydi, biz niyə inirdik deyir, gedib şeydə, Tərtərdə biz gedək kimisə döyək, neysə eləyək. O əmr verib ki, biz də o əmri icra eləmişik. Onu icazə vermədilər, çünki məhkəmə prosesində danışıq məhkəməsi də öldü. Mən istəyirdim Vasif bəy də danışsın, məhkəmə prosesi ilə bağlı. Amma lütfən, necə ki Kanal 13 sizə hörmətlə yanaşır, siz də o hörməti mənə qaytarın. Salam, axşamınız xeyir. Mən Ağayev Vasif Vaydoğlu, Yevlax rayonunun Qoymunəs kəndində. Mən bu məhkəmənin proseslərində çox əsəbləşdim, nervi keçirdim. O Gizir var, Qəhrəmanov Cabir, orada açıqlayanda məhkəmə hakim onu çıxartdı şeyə, otağa, o raşotkadan. Sonra o əsəbləşdim, çıxdım çölə biraz sakitləşdirəndə bu leytinat var, Mikhail Ruslanın atası mənim qavamı kəsdi ki, və mənim oğlum bilə-bilə. Dedim, sənin hətta oğlun Hikmət Həsənov oturub kurulkada, gün istisində o plasda. Hikmət Həsənov samavarı qoyub çay içəndə, sənin oğlun o işgəncədən həzz alırdı. Uşağın üstündən belə keçirdi, belə keçirdi. Dedi ki, dedi, mən Hikmət Həsənovun yanına getdim ki, belə-belə. Deyir, Hikmət Həsənov mənə dedi ki, ürəyin har etsi, get şikayət elə. Ürəyin har etsi, get yaz gələn deyir. Hətta məni deyir, ailəmlə, nəsillə, köylə hədəllə. Bu Hikmət Həsənov, mən başa düşəmirəm, ey prezident, ey ali baş komandam, bu Hikmət Həsənov kimdir, nəçidir, əstağfurullah, bu Allah dinədir, buna toxuna bilmir. Bunun nətər yəni, bu Hikmət Həsənov, bu qol boyun eləyib, bunu soxan yoxdur, içəri gəl bala, sən bu boyda millətin balasına, xalqa əziyyət verilmişsin.